Sosial mobil tətbiqidir ki, hər bir təqaüdçü bu proqramı yükləyir, öz telefonda qeydiyyatdan keçir. İndi biraz sonra qeydiyyatdan keçmə prosesini izah eləyərəm. Qeydiyyatdan keçdikdən sonra hər bir təqaüdçüyə özəl, fərdi bir barkod çıxır. Adının altında, şəxs səhifəsində. Artıq bu barkodun aktivləşməyi onun bizim seçilmiş marketlər, apteklər və klinikalardan endirim alma hüququna malik olduğunu bildirir. Bu üsulla xidmətdən yararlandıqdan sonra ödənişdən öncə o barkodunu göstərməyə kifayətdir ki, Könül xanım, endirim alsın həmin müəssisədə. Bəs barkodu necə əldə edirik? Və bu əldə etmək üçün hansı şərtlərimiz var? İzah edeyim. İlk növbədə təqaüdçü öz smartfon telefonuna yoxdursa, birinci dərəcəli ailə üzvünün telefonuna e-sosial proqramını yükləyir. Play Store-dan və yaxud App Store-dan. Yüklədikdən sonra qeydiyyatdan keçmə prosesi var. Orada 3 əsas üsul var. Sima imza, asan imza və həmin şəxsin fərdi identifikasiya kodu ilə, yəni fin məlumatları ilə. Buradan şəxsiyyət vəsiqəsindəki məlumatlar və yaxud sima imza daha asan üsuldur. Bu üsulları seçərək təqaüdçü qeydiyyatdan keçir. Qeydiyyat tamamlandıqdan sonra artıq e-sosial proqramında avtomatik şəkildə adının altında bir barkod görünür. Bu barkodun aktivləşməyi artıq onun bizim tərəfdaş müəssisələrin hamısından, bütün filiallarından əlbəttə istifadə edib endirim alma hüququna malik olduğunu bildirir.